Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün 24 may 2026-cı il 2-ci qrup riyaziyyat fənnindən blok suallarının həllinə baxırıq. Birinci suala baxsaq, bu kvadrat tənlikdir. Kvadrat tənliyin deyir ki, kökləri qarşılıqlı tərs ədədlərdir. Avtomatik seçilmiş kvadrat tənliyi xatırlamalısınız. Yəni bunu çevrilmiş kvadrat tənliyə gətirsək, x kvadratı çıxılsın 9 bölünsün ax plus 3a plus 4 bölünsün a yazıram. Bərabərdir 0-aya böləndə 0. Niyə çevrilmişə gətirdim? Çünki kökləri qarşılıqlı tərs ədədlərdirsə, x1-i x2-yə vuranda müsbət 1 almalıyam. Yəni 3a plus 4 bölünsün a bərabərdir 1 tənliyin həll edirəm. Buradan 3a bərabərdir 3a plus 4 bərabərdir a-ya. A da bərabərdir -2 almış oluram. Cavab D variantı. İkinci suala gəlsək. LC kvadrat x plus LCx böyükdür 2 bərabərsini həll etmək lazımdır. Ən birinci şərtimiz x böyükdür 0 şərtini yazmalıyam. Daha sonra LCx-a bir t əvəzləməsi aparsam, olur t'nin kvadratı plus t çıxılsın 2 böyükdür 0-dan. Vuranda -2 toplayanda -1, -2 və müsbət 1 ədədlərdir. Yəni LCx-in bir dəfə 1-ə, LCx-in bir dəfə də -2-yə bərabərdir. Buradan x-i 10 tapıram. Buradansa x-i 0,100 tapmış oluram. Yəni 10 üstü neçə? 10 üstü 1 nəyə bərabərdir ona? 10 üstü -2 nəyə bərabərdir? 100-1-ə. Bu formada. Ədəd oxu çəkirəm. 0-ı 0,100-1 və onu daxil edirəm. İçərisi boş, heç biri daxil deyil. Deməli, ondan böyük bir qiymət düşünsəm, məsələn 11, gətirib burada uşaqlar misalın şərtində yoxlayaram. 11. 11 yazsam x-in yerinə 1 tam neçəsə edir də. Kvadratı 1 tam neçəsə götürürəm belə. Buradan da 1 tam neçəsə çıxır. Yəni, nəticə 2-dən böyük olur. Mənə lazım olan nəticədir. 0,101 ilə 10 arasında məsələn 5 düşünürəm. LC 5 0 tam neçədir? Bu da 0 tam neçə. Yəni kvadratı belə 2-dən böyük etməyəcək bunu. Bura mənfidir, yəni mənə lazım deyil. 0 ilə 100-1 arasında bir ədəd düşünürəm. Məsələn 1000-1. 1000-1. LC 1000-1 -3 edir. Bunun kvadratı müsbət 9 verir bizə. 9 üstəgəl -3 müsbət 6 edir. Yəni 2-dən böyük ədəddir müsbət 6. Deməli bu da yarıyan cavabdır. Bizə lazım olan həll 0. 0,100-1 birləşmə verir. 10 müsbət sonsuzluq. Cavab D variantı. Gələk 3-cü suala. Uşaqlar, 3-cü sualın görünüşündən qorxmayın. Heç nədir. Çox bəsit sualdır bu. Ümumi bərabərsizlik nisbət şəklindədir və 0-dan kiçik verib. Kiçik bərabər verib. Yəni 0 və mənfi ədədlər. Birinci ifadəyə baxsam moduldur. Modulun ən kiçik qiyməti 0-dır və müsbət qiymətlər alır. Deməli 0 və müsbət nəticə qaytaracaq bizə. Sonra 5-in üstün nə yazırsa yazsın, hər zaman necə qiymətlər alır? Müsbət 0-dan böyükdür. X kvadrat çıxılsın, x üstə gəlinsin 5-də. Biz buna kvadrat tənliyi formasına baxsaq, həqiqi kökü yoxdur. Diskriminant 0-dan kiçikdir. Yəni, indi bunun həmişə müsbət, həmişə mənfi olduğunu təyin etmək üçün A-ya baxırıq, x kvadratın əmsalına. Yəni, belə düşün də, A-sı da müsbətdir, diskriminant isə mənfidir. Yəni, x oxunu heç vaxt kəsməyəcək və qollar yuxarı olacaq. Belə bir şey də, belə deyək. Burada kəsmir uşaqlar. X oxunu heç vaxt kəsməyəcək. Bu və qollar yuxarı. Deməli, y-i həmişə müsbət qiymətlər alır. Bu da müsbətdir. Aşağı baxsaq, üstü cüt qüvvətdir. Bir dənə birdən başqa nə istəsə ala bilər və həmişə müsbət qiymətlər alacaq. Deməli, bunu ödəyən bir dənə qiymət var. Yəni, bu mənfi heç vaxt ola bilməz. Şərt verib ki, 0-dan kiçik və 0. Mənfi heç vaxt ola bilməz. 0-dan kiçik olmur. Yalnız 0 ala bilər. 0-dan nə vaxt ala bilər? Surətdəki vuruqlardan hər hansı birinin 0-ında. Bunun da 0-ı bir dənə var, o da 2-dir. Y variantı cavab. Gəlsək 4-cü suala. Uşaqlar, deyir ki, AB ilə BD bir-birinə bərabərdir. AB ilə BD bir-birinə bərabərdir. Deməli, ABD bərabər yan üçbucaqdır. AC və BC bir-birinə bərabərdir. AC, BC, aha. ABC də özü bərabər yan üçbucaqdır. AD 3-dür. DC burada 9-dur. ABC üçbucağının perimetrini tap. Deməli,
AC və BC bir-birinə bərabər olduğundan şərt verib bizə. Bərabər olduğundan deməli A-dan C-yə 12-dirsə, B-dən C-yə də 12-dir. Və üçbucağın perimetrini bilmək üçün biz AB tərəfini bilməliyik. AB tərəfini də necə təyin edərik? Uşaqlar, B təpəsindən bir dənə hündürlük çəkirəm. ABD bərabəryanlı üçbucaq deyildimi? Bərabəryanlı üçbucaqdır. Bərabəryanlı üçbucaqdırsa təpədən çəkilən hündürlük həm median, həm də tənböləndir. Deməli bu 3-ü 2 bərabər hissəyə böləcək. 1,5 və 1,5 olmaq şərti ilə. Bunu qaralayaq. İndi buradan bura qədər məsafə neçədir? 10,5. Bura neçədir? 12. Deməli, üçbucaq BDC düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratından məlum katetin kvadratını çıxanda digər katetin kvadratını verəcək. Yəni BD-nin kvadratı bərabərdir BC kvadratı. 12-nin kvadratı 144 çıxılsın. DC-nin kvadratı. DC-miz 10,5-dir, kvadratı da 25, 110. 110 tam %25. Bu da olur 14, 34, 1, 33, %75. 33 tam %75. Deməli, buna H desək, H bərabər oldu 33 tam %75'ə. İndi 33 tam %75'in kvadratından, bunu başqa rənglə göstərək. Bax, burada 33 tam %75. Bunu toplayanda bu iki kvadratı mənə BD-ni verəcək və BD-ni tapsam elə AB-ni tapmış olacağım. AB-ni də tapsam üçbucağın perimetrini tapmış olacağım. Deməli BD kvadratı, yəni 33 tam 33 tam %75 üstə gəlinsin BD-nin kvadratı. 1,5'in kvadratı da 2 tam %25'dir. Elədi 35, 36. Deməli, BD kvadratı 36-dırsa, BD özü neçədir? 6. BD 6-dırsa, avtomatik AB də 6-dır. Üçbucağın da perimetrini tapsaq, 12 bura, 12 bura. 24, bu da 6, 30. Cavab Y variantı. Gələk 5-ci suala. Uşaqlar, M də N də natural ədəddir. Hadisənin sonuncu rəqəmi 1 olarsa, M plus N cəminin ən kiçik qiymətini soruşur. Cəmin ən kiçik qiymət almaq üçün o cəmi təşkil edən hər bir toplanan ən kiçik qiymətini almalıdır. M də N də mümkün olan ən kiçik qiymətini almalıdır. Birinci, bu 3'dür, bu da 7'dir. Elə 3'ü 7'yə vuranda son rəqəmi nə almış oluram mən? 21 eləyir, son rəqəmi 1 eləyir də. Elə deyilmi? Deməli, sən burada M-ə, N-ə ən kiçik qiymət verməlisən. Və uşaqlar, bir şey deyim sizə. 3 üstü 16 plus 5'e mi? Elə 3 üstü 16 vurulsun 3 üstü 5'e. 7'ni üstü 4 plus 3'in də yazmıram da daha onu. 7 üstü 4 vurulsun 7 üstü 3'in yaza bilərsən. Yəni sözümün canı 3 üstü 16 özü də 3 üstü 16 özü də deməli 7'yə tam 3'ə böləndə, yəni o periodları hesablayanda 16 dənə 3 də elə bil ki, bir-birinə vuranda son rəqəmi 3 ilə bitəcək. Son rəqəmi 3 ilə bitəcək. Yoxlasaq, yəni hər 4 dənə 3-dən birin hasili, hər 4 dənə 3'ü bir-birinə vuranda, mesaj gəldi fikrim yanında. Deməli 3 üçün 9, sonra 9 üçün 27, 7 üçün də 21. Son rəqəm daha doğrusu 1 ilə bitdi. Yəni burada problemin yoxdur sən 3 üstü 16'da. 7 vur 3 almalıyam da 3 vur 7. Deməli son rəqəmi bunun 3 ilə bitməlidir bu ifadənin. İndi 5M-dir də 3 üstü 5M. Elə M-in yerinə 1 yazsam 3 üstü 5 olur da bu. 3 üstü 4 neçə qaytarırdı mənə? 1 qaytarırdı, hə? Deməli 3 üstü 5, bir dənə də 3 yazsam bura, 1'i 3'ə vuranda son rəqəm neçə olur burada? 3. Deməli burada M-imiz neçə almalıdır? 1 almalıdır. Eyni qayda ilə uşaqlar 7 üstü 4 üstə gəl vurulsun 7'nin üstü 3'in. Bu 7 üstü 4'ü hesablayaq. Yəni 4 dənə 7, elə 7'ni qaytarır. Ya da 1. Baxarıq indi.
7 7 49, 9 7 63, 3 7 21. Son rəqəm nə ilə qayıtdı bunun? 1 ilə qayıtdı. Elə deyilmi? Yəni n burada əgər natural şərt verməsəydi, yəni yerinə 0 yaza bilərdim. Elə ödəyərdi də şərti səhv eləməsəm. Nəysə, onda işimiz yox. Bizə lazım olandan gedək. Yəni bu 7 üstü 4-də problemsizdir. 7 son rəqəmi nə ilə bitdi bunun? 1 ilə bitdi. Deməli bizə n-i yerinə yaza biləcəyimiz ən birinci hansı natural ədəddir ki, bunu 7 eləsin də, belə deyək. 7-nin üstünə yüksəldəndə 7 ala biləm. Elə n-i yerinə 1 yazsaq, 7 üstü 3, 3 dənə 7-nin hasili, 7 7 49, 9 7 63 ödəmir, 3 7 21, 3 7 21, dördüncü, 3 bir dəqiqə. N yerinə 3 yazsaq, neçə eləyir? 3 üçün 9, 9-cu 7. Dördüncü, hər 4 7-dən bir nə təkrarlanır? 1. 9-da qalıq 1 qalır. Bəli, elə n yerinə 3 yazsam, şərt ödənir. Yəni n də bərabərdir 3 olacaq. İndi n plus n cəminin ən kiçik qiymətini soruşur. 1 üstə 3 gələndə 4. Uşaqlar, belə suallar, yəni riyazi savad qismən lazımdır sənə. Yəni biraz məntiqi düşüncə lazımdır burada. Yəni məntiqlə öhdəsindən gəlməlisən. Riyazi savad deyəndə ki, yəni hesablama bacarığın yaxşı olmalıdır. Periodu tutmalısan orada. Əsas burada məntiqi üstünlüyə yanaşmaq, məntiqi üstünlüklə yanaşıblar bu suala. Gələk, 6-cı sual. K-nın hansı ən böyük tam qiymətində parabolanın təpə nöqtəsi 4-cü rübdə yerləşir? Baxıram funksiya kvadratik funksiyadır. Kvadratik funksiyada da parabolanın təpə nöqtəsi 4-cü rübdədir. Ola bilsin qolları aşağıdır, ola bilsin qolları yuxarıdır. Əsas məsələ nədir? 4-cü rübdə nədir söhbət? Və təpə nöqtənin koordinatları m və n olaraq işarə olunur. Deməli, m müsbət olmalıdır. N isə mənfi olmalıdır. N y-i göstərir, m isə x-a düşən yeri göstərir. 4-cü rübün x-i müsbətdir, y-i mənfidir. Deməli, birinci m-i tapıram. M-in düsturu mənfi b bölünsün 2a-dır. N-in isə düsturu mənfi diskriminant bölünsün 4a-dır. Gətirib yerinə yazsaq. Mənfi b bölünsün 2a. B-miz bu ifadədir. Mənfiyə vuranda olur mənfi 2 vurulsun, k çıxılsın 5. Bölünsün 2 vurulsun a-mızda 1'dir. 2. 2'lər getdi buradan qaldı. Mənfi k minus 5. Bu nə olmalıdır? Sıfırdan böyük. Hər tərəf bir dənə mənfiyə vursam olur k minus 5 kiçikdir sıfırdan. K da kiçikdir 5'dən. Bu 1. İkincisi, diskriminantın həll eləsək bunu. Diskriminant nəyə bərabərdir? B-nin kvadratı 2'nin kvadratı 4 vurulsun k minus 5'in kvadratı. K kvadrat çıxılsın 10k plus 25. Çıxılsın 4 vur 1 vur k kvadratı. 4k kvadratı. Bu da kiçik olmalı sıfırdan. 4k kvadratlar islah olur burada. Qaldı mənfi 40k plus 100 kiçikdir sıfırdan. Hər tərəfi mənfi 40'a bölsəm k da böyükdür 2,5'dən. K'mız 2,5'dən böyük. Deməli, k'mız bir dəfə 5'dən kiçik idi. 2,5'dənsə böyükdür. Bunların kəsişməsi 2,5 5 aralığı. Hansı ən böyük tam qiymətində? 4 qiymətində. B variantı. Gələk 7-ci suala. İfadəsini sadələşdirmək lazımdır. Bu tipli sual görən kimi məxrəci belə deyək də neyniyək? 2 plus i-yə vuraq, yəni qoşmasına. 1 plus 2, 1 minus 2 deməli, 1 minus 2i vurulsun 3 plus i vurulsun 2 plus i. Məxrəcdə 2 minus i-ni 2 plus i-yə vuranda 4 çıxılsın i kvadratı 5 eləyir. Bərabərdir. Yuxarını vurub açıram. 1 minus 2i-ni vuraq 3 plus i-yə. İlk öncə bu ikisini hesablayıram. Olur. Mənfi 6i. Burada da mənfi 5i. Deməli 3 çıx 2 kvadrat üstə gəl 2
çıxılsın 5-i vurulsun 2 plus i bölünsün 5. 5'ler getdi buradan 1 minus i. Yekun olaraq qaldı 1 minus i vurulsun 2 plus i. Sadələşdirək. 2 plus i minus 2 minus i kvadrat plus 1. 3 minus i. D variantı. Sonra deməli B-nin üstündə 5-də 3 bərabərdir A-nın üstündə 4-də 1-ə. B üstü 5-də 6-nı A ilə ifadə etmək lazımdır. Uşaqlar, B üstü 5-də 3 bərabərdir A üstü 4-də 1-ə. Görürsünüz, B üstü 5-də 6 yazıb. Bunu 5-də 6 olması üçün neynərəm? Yüksəldərəm kvadratı, avtomatik bunu da yüksəldərəm də. Bunu da yüksəldəndə olur B üstü 5-də 6 bərabərdir A-nın üstü 4-də 1-in kvadratı 2-də 1. A üstü 2-də 1 və yaxud da ki, kök altda A da verə bilərdi cavab. Y variantı. Sonra ABC üçbucağında AB BC-yə bərabərdir və bucaq B 90 dərəcədir. Deməli, bu üçbucaq düz bucaqlı üçbucaqdır. B bucağı buradadır. Bura A yazıram. Burada C yazıram. B-dən C-yə 12-dir. Bura 90 dərəcə. A-dan da B-yə 5-dir. Avtomatik burada onun üstü neysə, hələ ki onda işimiz yoxdur. Deyir ki, modulda BA vektoru çıxılsın BC vektoru. Uşaqlar, bu ifadəni mən belə yaza bilərəm. Yəni, modulu atıb kvadrata yüksəltməkdə bir növ. Çıxılsın BC-nin, yəni ona kvadrat edirəm. Bura kvadrat yazdım. Yəni, cüt dərəcənin kök altı ifadəni kökdən azad edəndə zaten bu ifadəni mənə qaytarmış olacaq. Nə üçün belə yazdım? Görək, məqsədimiz var. Deməli, müxtəsər örmə düsturu. Olur modulda BA-nın kvadratı. Elə nə? BA vektorunun kvadratı. Elə deyilmi? Üstə gəlinsin BC vektorunun kvadratı. Çıxılsın 2 dənə BA vektoru vurulsun BC vektoru. Kökü bağlayaq. Uşaqlar, BA vektorun BC vektoruna vurmaq skaler hasilini tapmaq deməkdir. Əgər BA vektoru ilə BC vektoru bir-birinə kollineardısa, deməli skaler hasili 0-a bərabərdir. Yəni, bu ifadə 0 verdi mənə. İndi BA vektorunun uzunluğu nə qədəridir? 5. Kvadratı neçə edir? 25. Üstəgəl BC də 12 idi, kvadratda 144. 25, 144, 169. 169-dan da 13 çıxır kök. Cavab 13. A variantı. Sonra gələk nəyə? Funksiyasının ibtidai funksiyasını tapmaq lazımdır. İbtidai funksiyanı necə tapırıq? Fx funksiyasını verib bizə 12x üstü 5-dir. İntegral 12x üstü 5 dx bərabərdir. 12 dəyişim yoxdur. X üstü 5 bir vahid artdı. Artan qüvvətdə atdığı məxrəcə. Plus C. Burada 6 ilə 12 getdi. 2 qaldı. 2x üstü 6 plus C yazdıq. Baxıram hardadır? D variantında. Sonra A və B parametrlərinin hansı qiymətində tənliklər sisteminin həlli 2 mənfi 3-dür. Yəni, x-ım 2-dir, y-im mənfi 3-dür. Bunu demək istəyirsən. X-in yerinə 2-ni yaz. Olur 4. Çıxılsın. Y-də mənfi 3 yazanda müsbət 9. Bərabərdir A-ya. Deməli, A nəyə bərabərmiş? 13-ə. Sonra 3-ü 2-yə vuranda, ikinci sətrə baxıram. 6 plus 4-ü mənfi 3-ə vuranda mənfi 12. Bərabərdir mənfi 6. Deməli, bu da nəyə bərabərmiş? B-yə. B-imizdə mənfi 6 imiş uşaqlar. Hansı qiymət tənliklər sisteminin həlli 2 mənfi 3 və s. Elə bunu soruşur. A-mız 13, B-imizdə mənfi 6. Cavab Y variantı. Funksiyasında f' mənfi 1-i hesablamaq lazımdır. 1 bölünsün 2x plus 3 üstü 5-i mən yaza bilərəm 2x plus 3-ün üstü mənfi 5 şəklində və bunun törəməsini tapmaq
2x plus 3'ün üstü -5 çıx 1 neçə eləyir? -6. Bir də nə etməliyəm? İçərinin törəməsinə vurmalıyam. Daha doğrusu -5'i attım bura. Bir də nəyə vurmalıyam? 2'yə. -10 elədi də bu. Yəni vur 2'ni də buradan yazaq. Yekun olaraq -10 2x plus 3 üstü -6. O da bərabərdir. Deyir f'--1. Yerinə -1 yazsam. X bərabərdir -1 olduqda. 2-ni -1'ə -2 üstünə 3 gələndə 1. 1 üstü -6 ilə 1. -10 da vuranda 1'ə cavab -10. Bilirəm ki, nəsə hesablanma səhv etmədik. Aha. Ədədinin 100'ə bölünməsindən alınan qalığı soruşur. Birinci permütasiya 10'dan 3'ü hesablayıram. 10 faktorial bölünsün 10 çıx 3 faktorial 7 faktorial bərabərdir. 10 faktorialı 7 faktorialı vur 8 vur 9 vur 10 yazdım. Bölünsün 7 faktorial. 7 faktoriallar getdi. Qaldı 8 9'un. Deməli 72 vurulsun 10 elədi 720. 720 vurulsun. 720 vurulsun. İkinciyə baxsaq, permütasiya 7'dən 7. Permütasiya 7'dən 7 bərabərdir. 7 faktorial bölünsün. 7 çıx 7 0 faktorial. 0 faktorial 1'dir. Elə cavab oldu 7 faktorial. 7 faktorialda uşaqlar 1 vur 2 vur 3 vur 4 vur 5 vur 6 vur 7 deməkdir. Hə? Bir də 225 ədədi var. 225. Bu 3 cəmin 100'ə bölünməsindən alınan qalığı tapmaq elə hər bir toplananın 100'ə bölünməsindən alınan qalığı toplayıb təkrar 100'ə bölərəm. 720'ni 100'ə böləndə qalıqda nə qalır? 20. Bu hasili 100'ə böləndə görək qalıqda nə qalır? Uşaqlar, deməli 5 2'nin 10. Bunu 100'ə bölürəm elə bil ki. 5 2'nin 10 eləyir. Burada nə qaldı? 10. Bu ifadənin də 10'a bölünməsindən alınan qalığı necə tapaq? Neçə eləyəcək? 3 4'ün 12. Bu da 42. 42 vurulsun 12. Elə 4 tam ondakı 2 2'nin 4 elə 4 qalır.